Çin qeyri-nüvə hidrogen bombasının uğurlu sınağını həyata keçirib. Bu barədə China Morning Post məlumat yayıb. Bildirilib ki, yeni texnologiya nüvə materiallarından istifadə etmədən yüksək enerjili partlayışlar yaratmaqla həm hərbi, həm də enerji sahəsində yeni imkanlar aça bilər. Dolayı yoldan Çin rəqiblərini təkcə iqtisadi deyil, hərbi potensialı ilə də təhdid etmiş olur. Bəs bu silah hansı texnologiya əsasında yaradılıb, Pekinə nə kimi faydalar ola bilər? Cavid İmaməliyev araşdırıb. Çinli tədqiqatçılar heç bir nüvə materialından istifadə etməyən hidrogen əsaslı partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər. Çinin South China Morning Post nəşrinin məlumatına görə nəzarət olunan sahə sınaqları zamanı dağıdıcı kimyəvi zəncirvari reaksiya meydana çıxıb. Bildirilib ki, qurğunu Çin Dövlət Gəmiqayırma Korporasiyasının 705 saylı araşdırma institutu hazırlayıb. Bombada magnezium hibrid adlı kimyəvi birləşmədən istifadə edilir. 2 kiloqramlıq cihazın sınaq partlayışı zamanı temperaturu 1000 dərəcədən çox olan alov topu yaranıb. Adi partlayıcılarla aktivləşdirildikdə magnezium hibrid sürətli termal parçalanmaya məruz qaldı. Hidrogen qazını buraxdı və alovlandı, deyə institutun elmi əməkdaşı Wang Xuefen deyib. Qurğunun yaradıcılarının fikrincə bu kombinasiya partlayışın intensivliyinə dəqiq nəzarət etməyə, geniş ərazidə hədəflərin bütöv şəkildə məhvinə asanlıqla nail olmağa imkan verir. Nüvə enerjisinin sülh məqsədli istifadəsi və nüvə silahlarının yayılmasının qarşısının alınması məsələləri qlobal gündəmdə olduğu bir vaxtda Çinin əldə etdiyi yenilik xüsusi önəm daşıyır. Yeni tədqiqat nəticəsində yarana biləcək silahlar isə gələcək müharibələrin gedişatında mühüm rola sahib olacaq. Bu məlumat və bu yeni növ nəsil partlayıcı belə deyək imkanları Çin tərəfindən əldə edilən bir daha Çinin hərbi sənaye kompleksinin inkişafından xəbər verir və Çin demək olar ki, bugün artıq 5-ci, hətta 6-cı nəsil silahlarına malik olan, istehsal edən bir ölkə kimi özünə məxsus yer tutubdur. Qeyri-nüvə hidrogen bombasının yaradılması Çin Birləşmiş Ştatları gərginliyi fonunda böyük bir addımdır. Belə ki, hazırda dünyada 10-a yaxın ölkənin nüvə silahı olsa da radioaktiv çirklilik və yüksək radiasiya səbəbindən dövlətlər bu tərz silahları təhdid məqsədi ilə istifadə edirlər. Amma Pekinin sahib olduğu yeni silah nüvə gücünə bərabər partlayışlar törədə biləcək və bölgədə heç bir radiasiya olmayacaq. Bu isə Çinin önümüzdəki illərdə hərbi üstünlüyü tamamilə əlinə ala biləcəyinə işarədir. Doğrudur, hazırda Çin Xalq Azadlıq Ordusunun bu texnologiyanı hansı məqsədlərlə istifadə edəcəyi barədə rəsmi məlumat yoxdur. Bununla belə Pekin gələcəkdə düşmənlərini bu tip silahlarla təhdid edə bilər ki, əslində silahın məhz indiki məqamda təqdim olunmasında məqsəd də budur. Birləşmiş Ştatlar Çinə qarşı başlatdığı iqtisadi müharibə fonunda Pekinin qeyri-nüvə hidrogen bombası təqdim etməsi bir növ lazım gələrsə dünyanı dağıdar. Yenidən inşa edərik mesajını ötürür. Bir TNT bazlı normal klasik patlayıcı ham maddeleri veya nükleer tahribat göz önünde bulundurulduğu zaman büyük avantajlar içerir. Çin'in bu geliştirmeye çalıştığı ve denemelerini yaptığı sistem eğer uygunluk testlerine geçerse yeni bir dönemin başlangıcı olabilir. Çünkü nükleer silahlar şu an muharebelerin karar silahı. Bu nükleer silah sistemlerinin yerini alacak sistemlerde önümüzdeki muharebelerin belirleyici unsur olacaktır. Çinin yeni ixtirasına qarşılıq olaraq Birləşmiş Ştatlardan hələlik cavab gəlməyib. Buna baxmayaraq, hakimiyyətə gələn kimi yeni nəsil qırıcılar və bir çox müasir silahların yaradılması ilə bağlı Trumpın imzaladığı fərmanlar Pekin və Vaşinqton arasında soyuq müharibənin rəsmən başladığını göstərir. Tərəflər bir-birlərini təhdid və qorxutmaq məqsədi ilə güclü silahlar yaradacaq. Bəlkə də başqa dövlətlərin ərazisində hibrid savaş belə başlayacaqlar.